Dostlar salam, hər vaxtınız xeyir olsun. Bu günləri biz Azərbaycanın ən dilbər gülşəsi olan, qeyrətli insanları ilə, cəsarətli insanları ilə, iki doğul qızları ilə tanınan Ağdam şəhərində, Əfətli kəndində gözəl bir toy məclisinə dəvət almışıq. Yolda Ağdamın girərkən şəhidlərimizin plakatını gördük və burada düşüb onların ruhuna bir Fatihə oxumağı özümüzə borcluyuz. Mən Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bu günlər bizim torpaqlarımızın suverenliyində, azadlığında, bayrağımızın daimi ucalarda, bayraqlar yanında, müzəffər ucalmasında bax gördüyünüz bu qəhrəman igidlərin, qəhrəman şəhidlərin müstəsna böyük xidmətləri olubdur. Və biz onların sayəsində bu günləri müstəqil Azərbaycanın torpaqlarında, müstəqil bir dövlətin, müstəqil vətəndaşları kimi yaşayırıq. Və buna görə mən Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Və şəhidlərimizin valideynlərinə, ailələrinə, hər birisinə səbir diləyib və onların qarşısında baş əyirəm ki, onlar qədər bu qəhrəman övladları yetişdirib vətənə bəxş edən, elə onlar qədər də qəhrəman olan ata-analar var. Qəhrəman şəhid ata-analar var. Onların qarşısında baş əyirik və indən sonra Allah Taala'dan arzu edirəm ki, nəinki Ağdamımıza, nəinki Azərbaycanımıza Allah heç bir zaman qada, bala, müharibə, faciə göstərməsin. İndən sonra Ağdamımıza hər zaman gələndə xoş günləri özümüzə rəhbər tutaq gələk. Xoş səslərlə, sədalarla bu Ağdam torpağına qonaq gələk, toylara gələk, məclislərə gələk, gözəl günlərə gələk. Hər birinizə Allahdan vətənimizə, millətimizə xoş günlər arzulayıram. Hər bir gəncimizə, hər bir Azərbaycanın gənc övladına, balasına, hər bir Azərbaycanlı valideyninə indən sonra qapısında qırmızı mağarın qurulmağını arzulayıram. Allah yaman gündən, çətin gündən bizləri hər zaman uzaq eləsin, vətənimizi hər zaman azad eləsin. Məhərrəm, sənin də, Məhərrəm bizim dəyərli qardaşımdır, mənim gözəl qardaşımdır, mənim dəyərli müşahidçimdir, illərin dostudur və özü də elə yeri gəlmişkən 2-ci Qarabağ müharibəsinin veteranıdır, döyüşçüsüdür. Həqiqətən bu kişinin də elə müstəsna xidmətləri olub. Yəni onun da bir iki kəlmə sözü var danışmağa. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq eləsin. Allah hər zaman indi elimizdə, obamızda bu düyünü qismət eləsin. Bizə də gedək iştirak edək. Öpürəm, inşallah. Evimizdə xoşbəxt. Amin. İnşallah bugünkü toydan dostlar